Aha. Demək, nə dedi? E, bir dənə təzədən qaydanı təkrarıya. Sətr və sütun üzrə eyni iki ədəd arasında ədəd varsa, o dairəyə alınır dedi. Sətr və sütun üzrə eyni ədəddən varsa, artıq biz dairəyə almışıqsa, digər ədədlər x-lənəcək. X-in yuxarısı, aşağısı, sağı, solu dairəyə alınmalıdır. Yenidən o dairəyə alınandan sonra biz getdik, yoxladıq. Dördüncü qaydamızda nədir? Bütün dairələrdən bir-birinə yol olmalıdır. İndi mənim burada bir beşim qalır, bir birim qalır, bir də altım qalmışdı. Və mən bu altını dedim ki, əgər x-ləsəm, buradakı 5 tək qalır. Nə o biri da yuxarıdakı dairə ilə əlaqəsi olur, nə aşağıdakı ilə, nə soldakı, nə sağdakı ilə. Diagonal boyunca da biz baxmırıq Yapon oyunlarında. Ona görə də məcbur mən bu altımı nə etməliyəm? Dairəyə almalıyam. Burada 5-im var. Deyə bilərsiniz ki, bu 5-i nə edək biz? Deyirəm ki, bu 5-i dairəyə x-ləsəz, bir burada əlaqəsini itirir o biri dairə. Məcbur nə etməliyəm? Dairəyə almalıyam. Bu 1-i mən x-ləsəm, fikir verin, bu 2 varı blokadaya düşdü. Baxın, əlaqəsi itdi. O biri dairələrlə. Nə oldu? Nə sağa, sola, yuxarı, aşağı gedə bilmir. Məcbur mən bu biri nə etməliyəm? Dairəyə almalıyam. Yəni mən bu hitorimdə olan bütün xanalarla doldurma işini, yəni x deməyim lazımdır, dairəmə elədim. İndi mənə nə deyir? Birinci sətirdə qaralanmış xanalardakı rəqəmlərin cəmini tapın. Yəni qaralanmış dediyim x-lədiyimdir. Mənim də birinci sətirdə qaraladığım rəqəm 3-dür. Demək onda qaralanmış başqa ədədim yoxdur da. Demək onda 3-dür. Всё, getdi. Baxın, gəlirəm 3-cü sualda. Baxın, təzədən izah edirəm. Qayda birim nə idi? 2 eyni ədəd ortasındakı ədəd mütləq şəkildə dairəyə alınır. Birinci sətrimdə yoxdur belə bir şey. İkinci sətrimdə yoxdur. 3-də yoxdur. 4-də yoxdur. 5-də yoxdur. Nə demişdim? Sətr və sütun üzrə baxmalıyım. Sütun üzrə baxıram. Yoxdur. Sütun üzrə burada baxıram. Aha, 4 var. Dairəyə aldım. Daha sonra isə 3-cü sütunda yoxdur. 4-cü sütunda yoxdur. 5-ci sütunda 4 ilə 4-ün arasında 5 var. Dairəyə aldım. İndi mən bu 4-ü dairəyə almışam, axı düzdürmü? Bu 4-ü dairəyə almışam. Bu sütun üzrə 4 yoxdur. Bu sətr üzrə artıq 4 var. Mən dairəyə almışam ki, bundan deyir bir dənə olmalıdır da. Bu sətr və sütun üzrə hər rəqəmdən bir dənə qalmalıdır. Başa düşdünüz? İkincisi ola bilməz. Oyundan kənarlaşdırılmalıdır. Onun üçün mən bu 4-ü dairəyə almışamsa, bu 4-ü x-ləməliyəm avtomatik. Bu 5-də ki, bizə maneçiliyi yoxdur. Həm sətr və sütun üzrə başqa 5 yoxdur. İndi mən nə demişdim? Qayda 3-ə görə. X-lərin yuxarısı, aşağısı, sağı, solu dairəyə alınmalıdır. İndi mən bu sağı onsuz dairəyə alınıb, solu yoxdur. Yuxarısında 4 var. Dairəyə alan kimi tez qatıram. Birinci sətirdə olan bu 4-ü x-ləyirəm. Olmaz. Sonra bu x-in altında 3 var. 3-ü dairəyə alan kimi görürüm, tez qatıram. Buradakı 3-ü x-ləyirəm. Gəlirəm indi bu x-in sağında 1 var. 1-i dairəyə alırım. Bu sütunda və sətirdə 1 yoxdursa oyunda qaldı. Bu 5-i dairəyə alıram. Bu sütunda və sətirdə 5 varmı? Xeyr. Bu 3-ü dairəyə alıram. Bu sətir və sütunda 3 varmı? Xeyr. Mənə maneçiliyi törətmir. Gəlirəm indi baxın, fikir verin bura. Bu x-in sağ tərəfində 5-i dairəyə alıram da. X-in çünki yuxarısı, aşağısı sağ. 5-i dairəyə alanda görürüm ki, tez burada 5 var. Bunu oyundan kənarlaşdırdım. Bu x-in sağ tərəfində 4 var. Bu 4-ü dairəyə alan kimi görürüm, aha, burada bir dənə 4 var. Oyundan kənarlaşdırdım. Bu 3-ü dairəyə alıram, sətr və sütunda 3 yoxdur. X-in ətrafı dairəyə alınmalıdır axı. Bu x-in burasındakı 4-ü dairəyə alıram. Sətr və sütunda başqa 4 yoxdur. Sonra bu x-in ətrafında baxın, fikir verin, 1 var. Bu 1-i dairəyə alanda sətr və sütunda yoxdur. İndi başqa çarəm yoxdur. Baxın, fikir verin. Baxıram, araşdırıram, görürəm ki, başqa heç nə eləyə bilmirəm də. Nəsə mən burada çıxış yolu tapmalıyım başqa. Qayda 4-üm var idi. Nə demişdik? Bütün dairələr arasında əlaqə olmalıdır.
İndi mən əgər bu üçü kənarlara həmişə elə fikir verin. Bu üçü əgər x-ləsəm, bu bir burada tək qalacaq. Bu bir də tək qalsa, yəni birin heç bir dairələrlə əlaqəsi olmayacaq. Məcbur mən bu üçü dairəyə almalıyam ki, bu bir heç olmasa buradan 3-ə, buradan 5-ə, buradan 4-ə yol eləyə bilsin. Sonra buradakı 5 tək qalıb. Mən bu 5-i x-ləsəm, 4 burada blokadaya düşəcək, tək qalacaq. Məcbur nə etməliyəm? Dairəyə almalıyam. Daha sonra isə baxın, fikir verin, buradakı 2-yə baxın. Mən bu 2-ni əgər dairəyə alsa, x-ləsəm, buradan 3 blokadaya düşür. Məcbur nə etməliyəm? Bu 2-ni dairəyə almalıyam. Bu 2-ni dairəyə alanda, bu artıq bu sütunda 2 var axı, başqa 2 ola bilməz. Bu 2 x-lənir. X-in ətrafı dairəyə alınmalıdır. Bu 3-ü dairəyə aldım. İndi baxın, əlimdə 1 qalıb, 4 qalıb. Düzdürmü? Baxın, bu biri. Mən əgər bilmirəm də, dairəliyimmi, x-liyimmi? Deyirəm ki, yaxşı, mən bu biri x-ləsəm. Bu biri x-ləsəm. Fikir verin, bunu x-lədim. Mənim. Hitorim 2 hissəyə bölündü. Axı bizdə hitorda bütün dairələrdən bir-birinə yol olmalıdır. Bil ki, adaya ayırdılar da. Bunu blokada ayırıb, bunlar 4 nəfər tək qaldı. Buradakılar da ayrıca özü üçün tək qaldı. Bu da olmaz. Demək, nə etməliyəm mən? Buradakı o birin, taleyin mən həll eləməliydim də, düzdürmü? Mən götürüb nə etməliyəm ona? Dairə qoymalıyam. Bu birə dairə qoyan kimi avtomatik bu bir oyundan kənarlaşdırılır. Bu 4-dəki artıq birin hesabına dairəyə alındı. Getdi. Yuxarıdan birinci sətirdə, yuxarıdan birinci sətirdə, aşağıdan versə buranı götürəcəkdir. Yuxarıdan deyir. Birinci sətirdə qaralanmış xana bir dənə cəmi budur. Bunda rəqəmi elədi 4. Getdi.